Türkiye mətbuatı Qarabağ futbolun pulla deyil, ürəklə oynanıldığını bizimkilərə göstərdi. Onlar Atletico, Napoli, Juventus, Benfica və Ajax kimi klublardan çox xal toplayıb. Ağdam klubunu Galatasaray, Fenerbahçe və Beşiktaşla müqayisə edən qardaş ölkənin futbol mütəxəssisləri adları sadalanan nəhəng komandalardan Qarabağı araşdırmalarını istəyiblər. Xüsusən də Qurban Qurbanovun transfer siyasəti vurğulanıb. Klublarımız hər il transferlərə milyonlar xərcləyir, lakin Avrokuboklardakı nəticələr ürəkaçan olmur. Qarabağ onların hər biri üçün örnək olmalıdır. Azərbaycan çempionunun heyətinin ümumi dəyəri cəmi 24,83 milyon avrodur. Ancaq onlar 1 milyard 140 milyon avro dəyərində olan Chelsea'dən xal aldı, rəqibindən üstün oyun sərgilədi. Azad agentləri saymasaq, Qarabağ son 5 mövsümdə müqaviləsi olan futbolçuların transferləri üçün ümumilikdə 7 milyon avro xərcləyir. Öz sistemlərinə uyğun oyuncular axtarıb tapırlar. Bu komanda Atletico, Napoli, Juventus, Benfica və Ajax kimi klublardan çox xal toplayıb. Onlar futbolun pulla deyil, ürəklə oynanıldığını bizimkilərə göstərdilər. Bəs sizcə az pulla böyük nəticənin əsas səbəbi nədən ibarətdir? Fikirlərinizi şərhlərə yazın.